Salam, hər vaxtınız xeyir, hörmətli dinləyicilər. Azərbaycan Nədən Danışdı proqramı yenidən efirdədir. Studiyada mən Yunis Orucovdur. Bəzi dinləyicilərimiz artıq Prezident İlham Əliyevin Budapeştə səfəri başa çatmaq üzrədir və bugün dövlət başçısı Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısında iştirak edib, həmçinin çıxış edib. Biz bu tədbirdən irəli gələn məsələləri müzakirə edəcəyik bugün, amma diqqət mərkəzimizdə İranın Müdafiə Nazirinin Ermənistana, həmçinin Rusiyanın Xarici İşlər Nazirinin Ermənistana səfərləri də var. Söhbətə başlamazdan öncə mən qonağımızı sizə təqdim etmək istəyirəm. Bugünkü verilişimizin qonağı politoloq Anar Əliyevdir. Hər vaxtınız xeyir, xoş gördük. Salam, xoş gördük. Bir qədər əvvəl də qeyd etdiyim kimi Prezident İlham Əliyev Budapeştdə dünən rəsmi görüşlər keçirdi. Bugün isə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə toplantısında iştirak edib. Sizcə çox maraqlıdır ki, bu təşkilatın ilk, səhv etməyimsə, ilk zirvə toplantısıdır ki, Türk dilli ölkələrdən kənarda keçirilir. Bir növ Avropa məkanında keçirilir. Daha doğrusu Türk Dövlətləri Təşkilatının üzv olmayan, müşahidəçi qismində iştirak edən bir ölkədə keçirilir. Sizcə bu Macaristana nə vəd edilir? Çünki biz bilirik ki, Macaristan həm də Avropa İttifaqının üzvüdür və Türk Dövlətləri Təşkilatında müşahidəçi ola belə bir zirvə toplantısına ev sahibliyi etməsi Budapeştdə nə vəd edir? Təşəkkür edirəm. Məsələn, çox maraqlı bir sual qoydunuz. Çünki Macaristan Türk Dövlətləri Təşkilatının bərabər hüquqlu üzvü olmasa da müşahidəçi qismində iştirak edir və daim Türk dövlətləri ilə əməkdaşlıqdan ciddi nəticələr, faydalar əldə etdiyini bəyan eləyir. Bunu biz elə dünən Azərbaycan və Macaristan liderlərinin mətbuata birgə bəyanatında da açıq şəkildə müşahidə etdik. Çünki Baş nazir Orban açıq şəkildə bildirdi ki, Macaristan məhz Türk dövlətləri ilə əməkdaşlıq nəticəsində bir çox iqtisadi risklərdən özünü sığortalaya bilibdir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsi fonunda baş verən hadisələrdə biz Türkiyə ilə, daha doğrusu Türk dövlətləri ilə və Azərbaycanla əməkdaşlıq etməsəydik, biz indi enerjini, qazı 3-4 dəfə daha baha qiymətə əldə etmiş ola bilərdi. Və yaxud da açıq şəkildə bəyan etdi ki, Azərbaycan illərdir Macaristanın çətin anlarında hər zaman yanımızda olubdur. Müxtəlif istiqamətlərdə, bu yalnız enerji ilə bağlı məsələlər deyil, bir çox istiqamətli məsələlərdə Azərbaycan hər zaman Macaristanın yanında olubdur. Yəni bu mənada Macaristan öz tarixi keçmişinə, bunu cənab prezident dünən mətbuata bəyanatında da açıq şəkildə bəyan etdi ki, Macaristan xalqı və dövləti öz tarixi keçmişinə, tarixi kodlarına çox həssaslıqla yanaşan bir cəmiyyət və dövlətdir. Və biz bunu əslində Macaristanın, onun liderinin Türk kökü ilə bağlı mövqelərində, açıqlamalarında da hər zaman müşahidə etmişik. Ona görə də hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısının, ikinci zirvə toplantısının Macaristanda keçirilməsi bir çox əlamətlərlə yadda qaldı. Bu mənada Macaristan dövləti buradan çox ciddi faydalar təbii ki əldə edəcəkdir növbəti qarşıdakı dövrlərdə. Amma eyni zamanda təbii ki bu həm də Avropanın mərkəzindən, Avropanın biraz obrazlı şəkildə desək, Avropanın düz özünün içindən Türk dövlətlərinin birliyinin nə qədər əhəmiyyətli bir birlik olduğunu, yeni dünya düzənində Türk Dövlətləri Təşkilatına nə qədər böyük önəm verilməli olduğunu, regionlaşma prosesində Türk Dövlətləri Təşkilatının nə qədər ciddi rol oynaya biləcəyini ifadə etmiş olduq. Bu mənada çox əhəmiyyətlidir. Digər tərəfdən icazənizlə mən bir də həm də bir tarixçi alim kimi bir qədər də bir kökə getmək istəyirəm. Mən bunu indi elə biraz bundan öncə televiziyaların birinə çıxışımda da səsləndirdim. Uzun yüzilliklər ərzində Türk qüvvələrinə qarşı, Türk ordularına qarşı Katolik dünyası, Avropa dünyası Macarları məhz bir qalxan kimi görürdülər. Macarları Türk qüvvələri qarşısında deməli müqavimətə səsləyirdilər, müqavimət göstərmək üçün dəstək verirdilər. Amma çox maraqlıdır ki, artıq bir neçə yüzyıl keçdikdən sonra 21-ci əsrin əvvəlində artıq Macaristandan
Türk dünyasının çağrışları səslənir. Türk dünyasının gələcəklə bağlı, bəşəriyyətin gələcəyi ilə bağlı planları, strateji baxışları ifadə olunur. Bu simvolik mənada çox böyük əhəmiyyət daşıyır həm də. Yaxşı vurğuladınız ki, Macarıstandan son vaxtlar Türk dünyasına çağırışlar səslənir. Amma düşünürəm ki, bu onun Avropalı tərəfdaşlarının xoşuna gəlmir. O qədər də çünki biz bilirik ki, Viktor Orban'ın rəhbərliyi dövründə Avropa İttifaqından Macaristana bir çox təzyiqlər var. Evet. Hətta Macarıstan bir çox prinsipial məsələlərdə veto hüququndan tez-tez istifadə edir. Bax, bu mənada bu cür sammitin Budapeştdə keçirilməsi sizcə Avropa İttifaqındakı o qısqanclıq hisslərini daha da artırmayacaq ki? Təbii ki, artıracaqdır. Bilirsiniz, mən dəfələrlə bəyan etmişəm, bildirmişəm. Rusiya-Ukrayna müharibəsindən daha çox bu müharibə edən dövlətlərlə sərhəd olan bölgələr, ölkələr daha çox əziyyət çəkir. Xüsusilə də Şərqi Avropa, Mərkəzi Avropa dövlətləri və birbaşa enerji təhlükəsinin təmin edilməsində Rusiyadan əldə olunan qazıntı yanacağının çox mühüm rolu vardı. Qazın çox mühüm rolu vardı və Qərb dövlətləri, Qərbi Avropa dövlətləri bu proseslərdə birbaşa əziyyət çəkməyən tərəflər çox rahat şəkildə Macarıstan kimi dövlətlərdən tələb edirdilər ki, məsələn Slovakiya kimi dövlətlərdən, Serbiya kimi dövlətlərdən tələb edirdilər ki, bizim irəli sürdüyümüz şərtləri, bir çox hallarda haqqa, ədalətə, reallıqlara əsaslanmayan şərtləri siz də qəbul etməlisiniz. Əslində yanaşma mənə elə gəlir ki, həm də bundan ibarət idi ki, Macarıstan kimi dövlətlər daha çox əziyyət çəksinlər, daha çox iqtisadi problemlərlə üzləşsinlər ki, onların Qərbi Avropa dövlətlərindən asılılığı, onlar qarşısında istədiyi şərtləri irəli sürmə imkanları daha geniş olsun. Amma təbii ki, Orban kimi siyasətçilər biz tək onun timsalında görmürük. Məsələn, Fitsonun timsalında biz bunu rahat şəkildə gördük. Digər bir sıra Şərqi Avropa, Mərkəzi Avropa liderlərinin timsalında Brüsselin bu planlarına zidd ola bilən, amma milli maraqlarına, dövlətlərinin maraqlarına, xalqlarının maraqlarına xidmət edən bəyanatları, mövqeləri, bəli, sizin də qeyd etdiyiniz kimi bir sıra hallarda veto hüququndan istifadə etmə deməli imkanlarını müşahidə etdik. Bütün bunlar onu göstərir ki, bəli, artıq dünya böyük güclərin sifarişi əsasında idarə olunur prinsipi artıq özünü doğrultmur. Artıq bir çox regional oyunçular da, regional liderlər də qlobal güclərin iradəsinə qarşı çıxaraq öz milli maraqlarını, milli mənafələrini qorumaq əzmindədirlər. Bunun başlıca nümunəsini də Azərbaycan ortaya qoyubdur. Xüsusilə də Vətən müharibəmizdən sonra, 44 günlük müharibəmizdən sonra Azərbaycanın ortaya qoyduğu nümunə ilə bir çox dövlətlər üçün bunu Vucicdə açıq şəkildə dəfələrlə bəyan edirdi, ayrı-ayrı liderlər də bəyan edirdilər ki, Azərbaycanın ortaya qoyduğu nümunələrdən bizim öyrənəcəyimiz çox şeylərimiz var. Yəni, bu nümunələr bir sıra hallarda ayrı-ayrı dövlətlərin, ayrı-ayrı liderlərin fəaliyyətində də sanki bir stimullaşdırıcı faktora çevrildi. Daha müstəqil siyasət yeritmək, xalqın maraqlarına xidmət edən, öz dövlətinin maraqlarına xidmət edən fəaliyyət ortaya qoymaq. Azərbaycan Prezidenti mətbuata bəyanatında açıq şəkildə bəyan etdi ki, Macarıstan müstəqil siyasət yeridir və bu siyasətin həyata keçirilməsində, milli maraqlara xidmət edən bu müstəqil siyasətin həyata keçirilməsində Orbanın rolu həqiqətən də müstəsnadır. Bu mənada Avropa liderlərinin, Qərbi Avropa dövlətlərinin, Avropa təsisatlarının, Brüsselin xoşuna gələcəkmi bu deməli platformana bir görüşün keçirilməsi, Macarıstan paytaxtından bu bəyanatların səslənməsi, bu mesajların verilməsi təbii ki, xoşa gəlinməyəcəkdir. Amma Orban kimi siyasətçilər də kifayət qədər qətiyyətli, eyni zamanda risk etməyə bacaran siyasətçilər də bu perspektivləri göz önünə alıblar. Əvvəldən də çox yaxşı bilirlər. Biz Rusiya-Ukrayna müharibəsi ilə bağlı məsələlərdə, xüsusilə də Rusiyadan qazın alınması məsələlərində biz Macarıstanın ortaya qoyduğu mövqeyini açıq şəkildə gördük. Onlar bəyan etdilər ki, sizin oyunlarınızda mənim xalqım əziyyət çəkməməlidir. Siz bu oyunları qurursunuz öz milli maraqlarınız üçün, öz mənafələriniz üçün, hətta bir sıra hallarda imperiya maraqlarınız üçün. Nəticə etibarilə əziyyət çəkən tutaq ki, mənim xalqım olacaqdır və yaxud da bizim kimi kiçik dövlətlər və onların xalqları olacaq və niyə olmalıdır? Artıq bu fikirlərin səslənməsi onu göstərir ki, bəli, Orban kimi siyasətçilərin ortaya qoyduğu iradə digər dövlətlərdə, digər xalqlarda da həmin oyanışın
xüsusilə mən bir daha təkrar etmək istəyirəm, Azərbaycandan başlayan bu prosesin daha da genişlənməsi üçün çox ciddi bir real əsaslar formalaşdırmış olur. Elə bu axırıncı cümlənizlə bağlı mənim sualım olacaqdı sizə. Ümumiyyətlə biz bilirik ki, artıq Şərqi Avropa ölkələri ilə Mərkəzi Avropa ölkələri arasında bir fikir ayrılığı yaranıb Rusiya-Ukrayna müharibəsinə dair. Qərbi Avropa ölkələri Bəli, arasında daha çox, bəli. İndi proses həm də ondan ibarətdir ki, Avropa İttifaqının Mərkəzi Asiyaya böyük bir marağı var. Son aylarda biz onların Mərkəzi Asiya ölkələri arasında 12 milyard imzalanan dolar, bəli. sazişi də xatırlayırıq. Bax bu mənada Türk Dövlətləri Təşkilatının zirvə toplantısının Budapeştdə keçirilməsi Şərqi Avropada bir həvəsləndirmə, bir ruh yüksəkliyi yarada bilərmi ki, onların da bu təşkilata marağı artsın və qoşulma prosesi bir növ coğrafiya genişlənsin? Əlbəttə, tək bu zirvə toplantısı deyil. Buna qədər də biz çoxlu sayda ayrı-ayrı, hətta müttəfiq olduğumuz ayrı-ayrı proseslərdə birgə əməkdaşlıq etdiyimiz güclərdən, dövlətlərdən də tam rəsmi müraciətlər olmasa da, amma artıq ekspertlər səviyyəsində, ayrı-ayrı siyasi xadimlər səviyyəsində Türk Dövlətləri Təşkilatına qoşulmaqla bağlı, orada üzvlüyü ilə bağlı müraciətləri, fikirləri, təhlilləri eşitməkdə idi və təbii ki, bu proses artmaq istiqamətində, böyümə istiqamətində davam edəcəkdir. Siz maraqlı bir istiqamətə toxundunuz əslində sualda. Bəli, Orta Asiya respublikaları ilə Avropa İttifaqı arasında xüsusilə də infrastrukturun yaxşılaşdırılması, infrastrukturun təkmilləşdirilməsi istiqamətində logistik baxımdan Çindən Avropaya qədər gedəcək yollar və Avropadan Çinə geri qayıdışı təmin edəcək. O məhsul axını təmin edəcək infrastrukturun formalaşdırılması ilə bağlı 12 milyard dollarlıq bir layihə, investisiya layihəsi imzalandı, təsdiqləndi. Onun hətta 15-20 milyarda qaldırılacağı ilə bağlı bəzi fikirlər də səslənir, rəqəmlər də səslənir. Burada təbii ki, yanaşmalar bir qədər, bilirsiniz, Avropa İttifaqı Orta Asiya, Mərkəzi Asiyaya diqqət yetirir, maraqlıdır onun üçün. Təbii ki, bir çox istiqamətlərdə, təbii sərvətlərindən tutmuş, logistik imkanlarına qədər və s. Amma yalnız bununla bağlı deyil. Məsələn, ondadır ki, Mərkəzi Asiya daha çox Çin investisiyalarının daha geniş şəkildə öz əksini tapdığı bir region idi. Çin orada daha geniş manevr imkanlarına sahib idi. Bu təbii ki, heç bir halda Qərbin orta dəhlizi Çinin tam nəzarətinə keçməsinə imkan verməməklə bağlı planlarına uyğun deyildi. Ona görə də Qərbdə belə düşünülür, xüsusilə də mən hesab edirəm ki, Qərbi Avropa dövlətlərində, paytaxtlarında belə düşünülür ki, bəli, Çinlə əməkdaşlıq nə qədər bizim maraqlarımız üçün nə qədər uyğundursa, bütün halda bu yüklərin daşınmasının həyata keçirildiyi orta dəhlizin tam Çinin nəzarəti altında olması onların maraqları baxımından qətiyyən qəbul edilən deyil. Bu prosesi biz yalnız Avropanın timsalında görürük, yox, biz Rusiyada da gördük. Məsələn, orta dəhlizin ən başlıca həlqələrindən biri olacaq Zəngəzur dəhlizinə, Zəngəzur hissəsinə, Ermənistandan keçən o hissəyə Rusiya xüsusi xidmət orqanlarının demək sərhəd xidmətinin nəzarət etməsi ilə bağlı 10 noyabr bəyanatında xüsusi bir bənd var. Bunu hamımız çox yaxşı bilirik. Rusiya istəyir, arzulayır ki, orada bir həlqəyə heç olmasa nəzarəti həyata keçirə bilsin. Rusiyanın nəzarətində olsun. Və yaxud da Türk Dövlətləri Təşkilatı ciddi şəkildə bir artıq regional güc olaraq bu zonada təhlükəsizliyin təmin edilməsi ilə bağlı çəkindirici güc statusunu təmin etməyə çalışır. Bununla bağlı çox ciddi addımlar var. Məsələn, başlıca olaraq mən Şuşa bəyannaməsini qeyd etmək istəyirəm. Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsi və bu bəyannaməyə digər Türk dövlətlərinin də qoşulması perspektivi ilə bağlı artıq çağırışların səslənməsi. Bu onu göstərir ki, yəni bizim coğrafiyamızda təhlükəsizliyi özümüz təmin edə bilərik. Kimlərsə kənar güclər deyil. Eləcə də ABŞ-nin özü, ABŞ çox ciddi şəkildə Cənubi Qafqazda, xüsusilə də Ermənistan-Azərbaycan arasındakı münasibətlərin tənzimlənməsi perspektivindən istifadə edərək regionun logistik imkanlarının daha çox ABŞ-nin nəzarəti altında həyata keçirilməsini təmin etməyə çalışır. Bu mənada, bax, bugün müasir dövrümüzün ən başlıca çağrışları sahib olduğun təbii sərvətlər və ya o təbii sərvətləri istehsal imkanları deyil. İstehsala yönəltmək deyil. İstehsal etdiyin məhsulu və ya xam malı dünya bazarlarına, rentabelli bazarlara dönərliyini təmin etmək üçün çıxarmaq
dönərliyini təmin etmək üçün çıxarmaq vasitəsi, yəni logistikaya sahib olmaq imkanlarıdır. Və bu gün Türk dünyası çox mühüm bir logistik coğrafiyanı əhatə edir. Təsəvvür edin, dünyanın ən böyük istehsalçı cəmiyyəti olan Çindən istehsal məhsullarının ən rentabelli bazara, Avropa bazarlarına çıxışın ən bugün səmərəli vaxt baxımından və iqtisadi baxımdan, eyni zamanda təhlükəsizlik baxımından ən səmərəli variantı orta dəhlizdir və orta dəhlizin çox böyük bir hissəsi məhz Türk dünyasından, Türk ölkələrindən keçib gedir. Bu mənada Orta Asiya, Avropa üçün həm də bax bu prizmadan çox maraqlıdır, diqqət mərkəzindədir. Orada biraz xoşa gəlməyən bəzi proseslər oldu. Türk dünyası üçün Türk dünyasının bəzi hissələri, parçalarımızda narazılıqla qarşılanır. Amma mən hesab edirəm ki, bunlar keçici hallardır və Türk dünyasının parçalanmasına xidmət edən tərəflər, onların bu planları heç bir halda reallaşmayacaq. Yine de tabii ki bütün bu meseleleri müzakere ederken Rusya-Ukrayna muharebesine toxunmadan keçə bilmirik. Ve Amerika prezidenti Donald Trump beyan etti ki dünən o hem Ukrayna hem de Rusya prezidentleriyle danıştı ve beyan etti ki danışıqlar devam edecek. Sizce biz bunu bir yeni mərhələ kimi karakterize edək danışıqlarda, yoksa burada bir axıcılıq var? Çünkü danışıqlar İstanbul'da keçirilməliydi və İstanbul danışıqları sanki bir imitasiya xarakteri daşıdı və baş tutmamış sayıldı. Bax bu mənada Trump'ın yenidən revanş götürməsi sizcə tərəflərlə artıq və nəhayət ki dil tapdığını göstərir, yoxsa yenə də bu bütün bunlar imitasiya xarakteri daşıyır? Tam əksinə, mən hesab edirəm ki, and içməyə qədər Trump'ın and içmə deməli and içməsinə qədər daha ciddi ümidlər var idi ki, ABŞ-nin proseslərə müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsində atəşkəsin, sülhün əldə olunması perspektivləri yaxınlaşa bilər. Amma keçən müddət ərzində baş verən proseslər, xüsusilə də hesab edirəm ki, Bidenin fərqli bir istiqamətdə buraxdığı, Biden administrasiyasının fərqli istiqamətdə buraxdığı səhvləri Trump administrasiyasının tam əksinə fərqli bir istiqamətdə davam etdirməsi Rusiya-Ukrayna müharibəsinin yekunlaşmasını bir qədər də uzaqlaşdırdı. Tam əksinə Rusiyanın əl qolunu, manevr imkanlarını daha da genişləndirdi. Rusiya özünü daha rahat, daha arxain hiss etməyə başladı. ABŞ artıq təzyiq dili ilə deyil, Rusiya ilə uzlaşma, Rusiya ilə dil tapma xəttini yeritməklə Rusiyanı sanki bir qədər də rahatlaşdırmış oldu. Putinin cəbhədə daha aktiv fəaliyyətə keçməsi və daha ciddi nəticələr əldə edərək Ukraynanı daha ciddi şərtlərə, məğlub edici şərtlərə, təhqir edici şərtlərə qəbul etdirməyə məcbur etmə vəziyyətinin yaranması üçün bir ümidlər formalaşdırdı. Ona görə hesab edirəm ki, bu baş verən proseslər, Uytkovun səfərləri, Rusiya prezidenti ilə görüşləri, bu görüşlərdən sonra Rusiya prezidentinin sanki bir tərifinə xidmət edən açıqlamalar, Rusiya əvəzinə Ukraynaya təzyiqlərin daha çox artırılması prosesi yaxın müddətdə sonlandırmaq əvəzinə bu prosesi daha da uzatmış oldu. Ona görə mən hesab edirəm ki, bu telefon danışıqları və onların real nəticələri o qədər də gözlənilən deyil. Tam əksinə, yaxın aylarda mənə elə gəlir ki, bu yay aylarında, qarşıdakı günlərdə Rusiya daha geniş miqyaslı əks hücumları planlaşdırır və həyata keçirəcəkdir. Daha çox əraziləri ələ keçirməyə, işğal etməyə çalışacaqdır. Bununla da qarşıya qoyduğu bir sıra hədəfləri daha asan şəkildə Ukraynadan tələb etmək və almaq imkanları, onu qazanmaq, onu qəbul etdirmək imkanları əldə etməyə çalışacaqdır. Bunlar başlıca olaraq təbii ki, Ukraynanın işğal olunmuş torpaqlarının, xüsusilə də 4 vilayətin, birisi ki, İstanbul danışıqlarından sonra bunun artıq 5 vilayət kimi, hətta indi razılaşmasanız sonra 8 vilayət kimi də səsləndirilmişdi. Belə rəqəmlər də səslənilirdi, qeyd edilirdi. Daha doğrusu ambisiyalı tələblər səsləndirilirdi. Çox təəssüflə qeyd etməliyik ki, bəli, bu planların reallaşması üçün Rusiyaya sanki Putinə daha yaxşı manevr etmək, özünü daha rahat, təhlükəsiz hiss etmək, təzyiqlərdən daha bir qədər arxayınlaşmış vəziyyətdə hiss etmək üçün bir şərait formalaşdırıldı. Çox təəssüf ki. Və söhbətimizin davamında istəyirdim, İranın müdafiə naziri bildiyimiz kimi Ermənistanda səfərdəydi və Rusiyanın xarici işlər naziri də eyni vaxtda demək olar ki, İrəvana səfər etdi. Sizcə onlar
Ermənistana niyə getdilər və biz xüsusən də İranın Müdafiə Nazirinin bu səfərini Azərbaycan Müdafiə Naziri Zakir Həsənovun İsrailə səfərindən dərhal sonra həyata keçirməsini nəzərə alsaq, bunu bir cavab səfəri kimi qiymətləndirmək olarmı? Bəzi dostlarımız bunu təsadüf kimi qiymətləndirir, amma mən hesab edirəm ki, siyasətdə, xüsusilə də dövlətlərin xarici siyasətində təsadüf deyilən bir anlayış yoxdur, ola bilməz. Əks halda bu dövlət siyasəti olmur. Hesab edirəm ki, bəli, Azərbaycanı təmsil edən şəxsin, Müdafiə Nazirinin İsrailə səfəri, orada çox ciddi görüşlərin keçirilməsi, müdafiə məqsədli əməkdaşlıqla bağlı müzakirələrin aparılması çox təəssüflə qeyd edək ki, İran qonşumuzu kifayət qədər narahat edir. Baxmayaraq ki, heç bir halda bizim heç bir dövlətlə, ikinci dövlətlə, bu İsraildə ola bilər, ABŞ-də ola bilər, Rusiya və s. digər Türkiyə və digər dövlətlər ola bilər ki, Pakistanla əməkdaşlığımız heç bir halda üçüncü dövlətə qarşı, hətta Ermənistana qarşı belə, bizim düşmənimizə qarşı yönlənməyibdir. Bunu bir mənalı şəkildə nəinki bəyan etmişik, biz illərdir bunu sübut etmişik. İrana qarşı açıq, real hücumların baş verə biləcəyi ilə bağlı real faktların, real şəraitin ortada olduğu dövrlərdə Azərbaycan açıq şəkildə, prezidentimiz açıq şəkildə bəyan etdi ki, biz öz ərazilərimizdən İrana qarşı istifadə olunması, İranın vurulması üçün Azərbaycan ərazilərindən istifadə olunmasına imkan verməyəcəyik. Bunu biz dəfələrlə sübut etmişik. Faktlarla sübut etmişik, real həyatda sübut etmişik. Bunun üzərindən İran tərəfinin yenə də belə bir yanaşma ortaya qoyması təbii ki, onun o xarici siyasətinə, regional siyasətinə məkirlərdən xəbər verir. Bəli, İran prezidentinin Azərbaycana səfərindən sonra son dövrlər Azərbaycandan da yüksək rütbəli şəxslərin, eləcə də cənab prezidentin köməkçisinin İrana səfər etməsindən sonra müəyyən ümidlər var ki, İranla Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə qədəm qoya bilsin. Ola bilər. Bununla bağlı İranda da müəyyən dairələr çalışır, cəhd edirlər. Amma çox təəssüf ki, İranda əsas söz sahibi olan dairələr heç bir halda Azərbaycanla münasibətlərin normallaşmasına imkan vermək istəmirlər. Tam əksinə, daimi olaraq münasibətlərin gərgin qalmasına, daimi olaraq Azərbaycanı təzyiq altında saxlamağa çalışırlar. Bunun üçün də başlıca alət kimi Ermənistandan istifadə etməyə çalışırlar. Bax, bu yanlış yanaşmalardan birinin kökündə dayanan budur. Bu bir. İkincisi, biz dəfələrlə müşahidə etdik ki, xüsusilə də antiterror tədbirləri, müharibəmiz, qalibiyyətlə yekunlaşan müharibəmiz və antiterror tədbirlərindən sonra Ermənistanın artıq tam olaraq məğlub olduğu, Azərbaycanın ərazi bütövlüyü və suverenliyimizi təmin etdikdən sonra, separatizmin kökünü bir dəfəlik qaşıyıb atdıqdan sonra İran rəsmilərindən biz yenə də çağrışlar eşidirik. Biz Ermənistanla Azərbaycan arasında Cənubi Qafqazda sülhün təmin olunmasına öz deməli xidmətimizi göstərməyə hazırıq. Öz təsir imkanlarımızdan istifadə etməyə hazırıq. Siz indiyə qədər Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə hansı konstruktiv xidmət göstərmisiniz ki, biz indiki şəraitdə bütün nəticələr ortada olduqdan sonra Ermənistan artıq bu məğlubiyyətlə, bu işğal faktının aradan qaldırılması ilə razılaşdıqdan sonra sizin müdaxilənizi biz müsbət görə bilərik, konstruktiv görə bilərik. Tam əksinə, sizin müdaxilənizi hər zaman destruktiv görmüşük. Hər zaman Azərbaycan əleyhinə görmüşük. Hər zaman insanlıq əleyhinə görmüşük. Hər zaman beynəlxalq hüququn prinsiplərinə zidd olaraq görmüşük. Azərbaycanın torpaqlarının işğalında dəstəyinizi görmüşük, işğal edilməsində. Yəni bu proseslərdən sonra biz İran Müdafiə Nazirinin Ermənistana səfərini hansı halda bunu iki tərəfli əməkdaşlıq kimi, Ermənistanla əməkdaşlıq kimi görək. Təbii ki, burada Azərbaycanın güclənən rolunun qarşısının alınması ilə bağlı Ermənistanla bir məsləhətləşmələr dayanır. Siz yaxşı qeyd etdiniz. Lavrovun eyni vaxtda səfəri. Bunlar təsadüfi deyil. Təbii ki, yəni bunlar əvvəlcədən planlaşdırılıb və ya iki şəxs arasında hansısa bir görüşmə, bundan danışmaq istəmirəm. Amma bu onu göstərir ki, bəli, şimal və cənub qonşumuz yenidən Cənubi Qafqazda aktivləşmək istəyirlər. Yenidən proseslərə aktiv şəkildə müdaxilə etmə imkanlarını götür-qoy edirlər, müzakirə edirlər. Burada da başlıca alət yenə də Ermənistandır və Ermənistanın alət edilməsində başlıca istiqamət Azərbaycanla sülh müqaviləsinin imzalanmasından yayındırılmasıdır. Çünki Ermənistanla Azərbaycan arasında Azərbaycanın şərtləri əsasında, yəni Ermənistan konstitusiyası dəyişilməklə, ATƏT buraxılmaqla, ATƏT, daha doğrusu Avropa Birliyi, Avropa İttifaqı o missiyasının Ermənistanla Azərbaycan sərhədindən
kənarlaşdırılması, çıxarılması ilə bağlı şərtlər qəbul edildikdən sonra, nəqliyyat kommunikasiya xətləri açıldıqdan sonra, əməkdaşlıq formalaşdıqdan sonra, sülh müqaviləsi imzalandıqdan sonra İranın bölgəyə təsir imkanı necə olacaqdır? Destruktiv müdaxiləsi. Rusiyanın bölgəyə destruktiv müdaxiləsi necə olacaq? Fransanın müdaxiləsi necə olacaq? Tamamilə alətlər əlindən çıxmış olacaq, düzdürmü? Yəni bu mənada bax bu gün İranın Müdafiə Nazirinin səfəri, çox təəssüflə qeyd etməliyik ki, Lavrovun səfəri heç bir halda proseslərin müsbət dinamikada inkişaf etməsinə xidmət etmir. Bəli, biz Lavrovun dilindən Ermənistan Xaricilər Naziri ilə keçirdiyi o mətbuat konferansında maraqlı fikirləri, müsbət fikirləri eşitdik, amma tam fikirlər deyildi. Bilirsiniz, yenə yarımçıq fikirlər işlədildi. Məsələn, orada çox maraqlı bir bəyanat verdi ki, Rusiya silahlarından istifadə edərək Ermənistan Azərbaycanın 7 rayonunu işğal etmişdi. 7 rayonu mu işğal etmişdi? Bəs o keçmiş Dağlıq Qarabağ vilayətinin əraziləri, bəs bunu kim işğal etmişdi? Bəs bu nə idi? Bəs bundan niyə danışılmır? Düzdürmü? Yəni deyilir, amma fikirlər tam olaraq deyilmir. Bəli, müsbət fikirlər var idi. Mən o mətbuat konferansına çox diqqətlə qulaq asdım. Baxmayaraq ki, Arar Mirzəyan yenə də o erməni xislətini o açıqlamalarında davam elətdirirdi. Yenə də o erməni xislətindən əsaslanan mövqelər ortaya qoyulurdu. Yanlış interpretasiya etməyə çalışırdı, yanlış təqdim etməyə çalışırdı prosesləri, reallıqları təhrif etməyə çalışırdı. Amma Lavrovun dilində müəyyən bir müsbət mesajlar var isə də ondan da çox təəssüf ki, yarımçıq idi. Yarımçıq mesajlar idi. Çox sağ olun. Studiyamıza gəldiyinizə görə və maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm. Əziz dinləyicilər, bir daha sizin diqqətinizə çatdırım ki, bizimlə həmsöhbət politoloq Anar Əliyev idi. Bununla da verilişimiz başa çatır. Biz sizinlə sabah yenidən eyni vaxtda və eyni məkanda görüşəcəyik. Ona qədər özünüzə yaxşı baxın. Sağ olun.